Oktyabrın 25-dən etibarən fəaliyyəti müvəqqəti məhdudlaşdırılan heyvan bazarlarında aparılan yenidən qurma işləri çərçivəsində Şamaxı heyvan bazarında işlər sürətlə davam edir. Müşahidələr onu göstərir ki, burada yenidən qurma prosesi kifayət qədər operativ şəkildə həyata keçirilir. Nəzərinizə çatdırım ki, Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan Regional bölməsinin əməkdaşları ilə Şamaxı və Ağsu bazarlarında monitorinqlər keçirilmişdi. Qida Təhlükəsizliyi Agentliyinin kollegiyasının 50 saylı qərarına sahibkarların nəzərinə çatdırılmışdı və bu istiqamətdə işlərin görülməsi üçün layihələr sahibkarlara təqdim olunmuşdur və bugün artıq Şamaxı heyvan bazarında həmin layihə üzrə, həmin eskizlər üzrə işlər tamamlanmaq üzrədir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin layihəsinə uyğun olaraq abadlıq və rekonstruksiya işləri aparılmış və tamamlanmışdır. Agentliyin 50 saylı qərarına uyğun olaraq bazarımızda heyvanların kliniki baxış sahəsi, dezobaryerlər, yem ambarı, izolyatorlar quraşdırılmış, tikilmiş və təhvil verilmişdir. Bazarımızın çox böyük hissəsi, yolları, heyvanların boşalma sahəsi tamamilə asfaltlanmışdır. Bazar ərazisində tələblərə uyğunlaşdırma prosesi artıq yekun mərhələyə daxil olub. Bir çox infrastruktur və sanitar-gigiyenik yeniliklərin icrası tamamlanmaq üzrədir. Hazırda həm işlərin son vəziyyətinin qiymətləndirilməsi, həm də sahibkar tərəfindən görülən tədbirlərin yekunlaşdırılmasına dəstək məqsədi ilə monitorinq davam etdirilir.